yer üzündə zəifliklər ucbatından ruzisini daşıya, əldə edə bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O hər şeyi eşidəndir, biləndir. İnsanın həyatı boyu qarşılaşdığı ən böyük suallardan biri ruzunun hardan və necə gəlməsidir. Bəzən çətinliklər, imtahanlar və qeyri-müəyyənliklər insanı narahat edir. Amma Quran-ı Kərim bizə ən əsas həqiqəti xatırladır. Ruzu insanın deyil, Allahın zəmanətidir. Hər bir canlının ehtiyacı onun mərhəməti ilə təmin olunur. Kim olursa olsun, harda yaşayırsa yaşasın, İstər səmadakı quşlar, istər dənizdəki balıqlar, istərsə də torpaq üzərində gəzən insanlar, hamısı Allahın diqqəti altındadır. Bu ayə möminə güvən, arxayınlıq və təsəlli bəxş edir. Çünki insan bilir ki, öz səyləri vacibdir, lakin nəticə Allahın mərhəmətindən gəlir.